16-cı sual. Укажите ошибку в выборе выделенного слова. Variant A-da mənə verir literatura sözünü və mötərizə içərisində 2 dənə paronim verir. Memuarный və memorialный. Вот теперь запомните, пожалуйста. A variantımızda seçilmiş sözümüz düzgün seçilib. Çünki niyə? Literatura Azərbaycan dilinə ədəbiyyat deyə tərcümə olunur, правильно? Və mötərizədə qeyd olunan sözlərimizdən biri memuarный. Это от слова memuары janrdır. Bu ədəbi bir janrdır. А мемориал isə Azərbaycan dilinə как памятник, да, так скажем, хорошо. Memorial hətta bəli, abidəyə aiddir. Понятно? Так скажем, məsəl üçün Qubada da var memorial bir kompleksimiz var, səhv etmirəmsə şəhidlərimiz üçün qoyulan da. Məsəl üçün hər hansısa bir hadisənin və yaxud da kiminsə anısını yaşatmaq üçün qoyulan o abidəyə deyilir. İndi ədəbiyyata nə aid olacaq? Təbii ki, onun janrı aid olacaq. Поэтому memuarная literatura A variantımız okeydir. Хорошо? B variantımızda var коричневая, var коричневая. Baxın, seçilmiş sözümüz birinci sözdür. Коричневая это от слова корица. Səhv etmirəmsə Azərbaycan dilinə darçın deyə tərcümə olunur. Поэтому B variantında darçından yağ, düzəldilmiş yağ ola bilər, amma коричневая bildiyimiz rəng olaraq коричневый цветdə. Ona görə mən B variantımda okeydim. Gəlin C variantına. Hər şeydən öncə ona deyim ki, C variantında bizim bir поступок sözümüz var. Tərcüməsi, что значит поступок? Hərəkət və yaxud da davranış deyə tərcümə olunur da, düzdür? İndi burada mötərizədə 2 dənə söz qeyd olunub. Ordinarный, ordinarный. Запомните, ordinarный Azərbaycan dilinə bir tərəfli. Ordinarный onun sinonim olaraq deyə bilərəm обычный, очередной, yəni adi, sadə deyə tərcümə olunur. Хорошо? Hətta bunun bir dənə də paronim versiyası ola bilər. Значит, o da olacaq одинокий. Одинокий isə Azərbaycan dilinə tənha deyə tərcümə olunur. Aydındır? Ona görə mənim C variantında olan ordinarный поступок все хорошо. То есть belə istifadə oluna bilər. Yəni ki, adi davranış olaraq. Хорошо? Такое возможно. Problem nədir? Mən bu ordinarnını səhv etmirəmsə, düzlüğə baxmamışam. Əmr etmək tərcümə eləmişəm. Əmr vermək ki, burada da elə bir ki, mən nəsə elə xatırlayırdım onu. Ordinarный. Tərcüməsini belə verdiniz. Mən də maraqlı qaldı. Yo. Ordinarный. Baxın, belə yadda saxlayın. Состоящий из одной части, из одного слоя. Yəni, ikili olmayan, iki tərəfli olmayan. То есть, не двойной. Хорошо? Bunu yadda saxlayın. Bunun paronim olaraq qabağınıza одинокий də çıxa bilər. Одинокий tənha deyə tərcümə olunur. Хорошо? Одинокий, например, человек. Ordinarный isə обычный. Хорошо? Bilmirəm sizə necə tərcümə edibsə, amma səhv tərcümə edib. Yəni, C variantında ordinarный поступок все хорошо. Yəni, C variantın belə istifadə oluna bilər. Bu yetim beyin edib də. Хорошо. Sonra gələm D variantına. D variantında bayaq əyaniyə izah eləndə dedim, oğlan adları ilə yadda saxlayırsınız. Necə yadda saxlayırsınız? Baxın, var единственный, var единый, var единичный. Значит, запоминаем. Единственный – тək. Он единственный сын в семье. Единый – vahid tək. Baxın, vahid adından yadda saxlayın. Deyirəm, единый народ. Bir də var, единичный. O, nadir təkdir. Məsəl üçün, единичный случай. Yadıma gəlir, ona görə düzələm. Bəli, ona görə nadir tək, это получается единичный, vahid tək, это получается единый. Belə oğlan adları ilə yadda saxlamağa çalışın. Хорошо? Поэтому mənim D variantımda olan единственный ребенок məsələsi də okeydir. Gəlir variant Y. Baxın, завистливый sözünü seçib də bizə orada düzdür. O sözdə nə var? Məni biraz belə... Кысканчlık. Yox, yəni ki... Завистливый только человек может быть. Да, o sözdə bir liv məsələsi var. Правильно? O çiv liv nəyə aid olurdu? İnsana. Ay, sağ ol. Bəs burada mənə nə verilib? Verilib работа. Правильно? А работа бывает завидная, qibdə olunan.
Завистливым может быть человек paxıllıq çəkən mənasında, а завидное бывает работа, например, не знаю, волосы могут быть завидными, qibtə olunan. Zavistlidir də şey törədən. От слова зависть, paxıllıq. Yox, zavistliyə burada asıllıq yaradan getmir. Yox, o зависимый-dir. O зависимый, qarışdırırsan. Var зависимый, bax o asıllı deyə tərcümə olunur. Amma завистливый Azərbaycan dilinə paxıllıq çəkən, bax belə tərcümə olunur. Ona görə bizim burada olan bu Y variantımızda завистливый seçilməli değildi. Seçilməliydi завидный. Завидная работа. Хорошо? Поэтому вариант Е, yəni ki, səhv seçilib. Понятно почему? Все. Aydın olmayan nəsə var? Məncə bu nə aydındır. Ага. Bəs başqa Aydındır. Tələbələr bəs. Все, отлично, очень хорошо. İndi gəlirəm 17-ci suala. Baxın, 17-ci sualım da çox yaxşı sualdır. Nə məndə yaxşı sualdır? Yəni ki, imtahanda qarşımıza çıxa biləcək, say və ismin uzlaşmasına aid ola biləcək suallardan biridir. Bax, deyir ki, укажите неверное употребление числительного. Sayın səhv istifadəsini göstərməliyik. Və əgər mən variantlara baxsam, orada variantlarda say və isim bir-biri ilə uzlaşıb. Düzdür? Deməli, say və ismin uzlaşmasında hardasa problem var. İndi baxırıq. A variantımızda, C variantımızda, bir də D variantımızda собирательные числительные, topluluq bildirən sayılar istifadə olunub. Yadınızda da demişdim. Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Siz mənə deyin görüm. Bu sayılar yadımızdadır. Dərsini göndərmişdim. Əlavə olaraq da qrupa baxmışıq. Помните числительные? Bu sayılar yadımdadır müəllimə. Mən maşınla gedən həftəyə düşmüşdüm. Yox, qulaq asmışam, bilirəm. Yəni ona görə də düz yazmışam. Prost demək istəyirəm ki, yəni ki, bəli. İndi yadda saxlayın ki, yaxşı ki orada probkaya düşmüsünüz. Deməli yadda saxlayın. Təkrarlayıram bir dəfədən. Deməli, вот что запомните. Bu sayılardan sonra, bax təkrarlayıram. A variantında трое, C variantında семеро, D variantında десятеро. Bu sayılardan sonra əsla və əsla qadın cinsi və yaxud da orta cins istifadə edə bilməzsiniz. Yəni ki, olmaz. Məsəl üçün, qarşınıza çıxırsa əgər трое подруг, пятеро книг, десятеро окон, məsəl üçün. Окно, книга, девушка, подруга, qadın cinsi və orta cins istifadəsi səhvdir. Хорошо? Yəni ki, istifadə etmək olmaz. Bunlar çox kaprizli sayılardır və özlərindən sonra qadın cinsi, orta cins istifadə etməyə icazə vermirlər. Məsəl üçün, siz deyə bilməzsiniz трое девушек. Amma Y variantında var. Bax, три девушки. Bax, bu düzdür. Хорошо? Amma трое девушек səhvdir. Уже mən bildim ki, Y variantında olan variantım düzgündür. İndi izah edirəm, niyə digər variantlarımızda səhv var və yaxud da düzdür. Deməli, yeni dedik ki, olar. Трое девушек olmaz, amma три девушки ola bilər. A variantında yazıb трое щенят. Щенок itin balasına deyirlər. Yadda saxlayın ki, bu sayılar двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Bu sayılar uşaqlar, то есть дети, ребята və детеныши животных, heyvan balaları ilə istifadə oluna bilərlər. Yəni, трое щенят, десятеро медвежат, не знаю, там, пятеро поросят, məsəl üçün, десятеро котят. Bu tip sayılarla istifadə oluna bilər. Ona görə A variantında olan трое щенят düzgündür. Gəlirəm B variantına. 5 словарей. Burada hər şey yaxşıdır. Ümumiyyətlə, burada biz cinsə diqqət yetirməli deyilik. Təkə və cəmə diqqət yetirməliyik. Çünki bu topluluq bildirən sayı deyil. 5 словарей, okey. C variantına gəlirəm. 7 преподавателей. Sözümüz ilkin formasında olacaq. Преподаватель. Преподаватель sözümdə demişdim. Əgər dərsə baxmısınızsa yadınızda olmalıdır ki, istellə bitən isimlərimiz преподаватель, учитель, включатель, глушитель, tellə bitən sözlərimiz aid olacaq kişi cinsinə. Və bu sayılardan sonra kişi cinsini bildirən isimlərin istifadəsinə icazə verilir. 7 преподавателей, 10 учеников, 5 футболистов, məsəl üçün, не знаю, там, 2 студентов istifadə oluna bilər. Ona görə C variantında düzgündür. Səhv variant olaraq burada qalır variant D.
Объясняю почему. Çünki десятеро-вести olmaz. Sözümüz ilkin formasında olacaq vest. Vest sözümdə xəbər deyə tərcümə olunur və jenski roda aiddir. Amma mən bayaq da dedim ki, bu sayılardan sonra jenski rod istifadə oluna bilməz. 10-vesti demək olmaz. Nə deməliydim? 10-vesti. Yəni bildiyimiz normal miqdar sayılı istifadə etməliydim. Amma burada topluluq bildirən sayılı istifadə olunub deyə D variantı düzgün deyil. Вам понятно? Bəli. Hamıya aydındır. Пожалуйста, отзовитесь, прошу вас. Всем понятно? Xahiş olunur, hamı cavab Bəli, versin. müəllimə. Yoldaşım mənim baxlarım yoxdur. Çox xahiş edirəm, mənə belə geri dönüş edin ki, mən bilim də, хорошо, потому что arada mənə elə gəlir ki, bu aydın olmur və siz sual vermək istəmirsiniz. Хорошо, я вас очень прошу. Əgər nəsə aydın deyilsə, baxın mən çox səbirli adamam. 10 dəfə sorsanız 10 dəfə də cavab verəcəm. Əsas odur ki, sizə aydın olsun. Хорошо? Tak, indi gəlirəm 18-ci suala bir dəqiqə. Deməli, 18-ci sualda mənə deyir ki, установите соответствие. Deməli, hər şeydən öncə, baxın heç mən bu sualı yəni ki, sualın özünə keçmədən sizə bir dənə xatırlatmaq istəyirəm ki, bizdə rus dilində bir dənə s deyə predlog var. S, so. Помните, да? Demişdik ki, Azərbaycan dilinə lalə deyə tərcümə olunur. Помните, я гуляю с подругой, например. Mən rəfiqəmlə gəzirəm. Deməli, bir lalə ilə deyə tərcümə olunur. Bəzi hallarda dan-dən deyə də tərcümə oluna bilər. Hansı hallarda dan-dən deyə tərcümə olunurdu? Əgər s-dan sonra vaxt bildirən söz gəlirdisə, məsəl üçün, я изучаю русский с детства. Mən rus dilini uşaqlıqdan öyrənirəm. Görürsüz, s-dan sonra с детства, например, deyirəm, с прошлого года, keçən ildən. Со второго месяца, ikinci aydan. Yəni ki, с прошлой недели, например, keçən həftədən. Yəni s-dan sonra əgər vaxt bildirən söz gəlirsə, dan-dən deyə tərcümə olunurdu. Plus s-nı biz dan-dən deyə tərcümə edirdik na-nın antonimi olaraq. Например, я положила ручку на стол. Я взяла ручку со стола. Na ilə qoyurduq, s ilə götürürdük. Помните? S-nın, na-nın antonimi olaraq da istifadə edirdik. İndi bəzi sözlərimiz var ki, orada s pristavka olaraq istifadə olunur, prefiks olaraq istifadə olunur. Yəni sözə yapışmış vəziyyətdə belə deyək də. Məsəl üçün, sizə belə bir fe'l deyim. Чувствовать. Nə deməkdir чувствовать? Hiss etmək. Hiss etmək. Okey, хорошо. Mən onun qabağına əgər so əlavə eləsəm, olacaq сочувствовать. Bu bilirsiniz nə deməkdir? Что значит сочувствовать? Я сочувствую. Yox, saçıstı. Və yaxud da Baxın sağ olsun. yox. Сочувствовать bilirsiniz nə deməkdir? Məsəl üçün, Allah eləməsin, sizin nəsə bir dərdiniz var da, tutalım ki. Deyirəm ki, я тебе сочувствую. Yəni sən mən də səninlə birlikdə sənin bu dərdinə şərikəm. Mən də səninlə birlikdə bu dərd çəkirəm. Yəni hardasa. Хорошо? Я тебе сочувствую. Və yaxud da məsələn, stradать sözümüz var. Nə deməkdir stradать? Stradать daha doğrusu. Qəm çəkmək, əzab çəkmək. Sastradaniya sözümüz var. Yəni mən də səninlə o qəmi, o kədəri çəkirəm. Yəni buna şərikəm mənasında. İndi baxın, burada bu 18-də bir dənə birinci sözüm var. Orada содействие. Что такое действие? Hərəkət etmək də, hərəkət. Действовать, правильно? Действие. Содействие dediyim zaman, yəni kimsə o işi görür, mən də onun o işinə şərik oluram. Bax, məsəl üçün, bir də Y variantına. Деятельное участие в чьих-нибудь делах. Kiminsə işində, necə deyim, onunla birlikdə çalışmaq, onunla birlikdə iştirak etmək. Aydındır. Biri var действие, hərəkət, какое-то дело, правильно? Biri var содействие, деятельное участие в чьих-нибудь делах. Kiminsə işində olan şərikli iş, ya da şərikli hərəkətimi deyim. Yəni siz o hərəkəti görürsüz, я тоже содействую. Понятно? Aydındır bu. Ona görə birə bizdə aid olacaq Y. Sadəcə Y. Хотя подожди. Ну да, sadəcə Y. İndi gəlirəm 2-yə. O sadəcə Y. Mən orasını biri mən B ilə Y-ni götürmüşəm. Поддержка в каком-то. İndi orada gələcəm. Dən səbirli ol. İndi digər variantlarımızda gəl baxaq, olmasa bir də baxarıq. İndi var согласие, var соглашение. Bax, согласие razılaşma deməkdir. Соглашение müqavilə.
Təkrarlayıram. İkinci sözüm var, согласие. Вот это означает разлашма. Я соглашаюсь, я проявляю согласие. В общем, согласие. Соглашение ise это значение договор. Müqavilə və belə. İndi ikiyə aid olacaq bir D variantımız. Единомыслие, yəni səninlə eyni fikirdə olmağım, yəni səninlə razılaşmağım. Общность точек зрения. İkiyə aid oldu, D aid oldu. Üçə də biz nə demişdik соглашение sözünə? Mən bu dəqiqədə sinonim olaraq istifadə elədim onu. Müqavilə sözünü. Договор. C variantına baxın. Договор, устанавливающий какие-нибудь условия. Deməli, üçə də aid oldu nə? Aid oldu C. Qalır orada mənim A variantım, bir də qalır B variantım. Deməli, разрешение, утвердительный ответ на просьбу. Bax, ikiyə bir də var nə? B, поддержка в какой-нибудь деятельности. Deməli, ikiyə aid olacaq B. Nə deməkdir bu? Bax, məsəl üçün, sən nəsə edirsən, mən də səninlə razılaşıram və o işi görürəm. Поддержка в какой-нибудь деятельности. Hər hansı bir sferada olan dəstək. Соглашение – это разрешение, я соглашаюсь, утвердительный ответ на просьбу. То есть, məsəl üçün, sən gəlirsən məndən nəyəsə görə icazə alırsan, mən də ona icazə verirəm. То есть, я соглашаюсь с тобой. Üçə də aid olacaq A. В итоге 1'e aid oldu Y, 2'ye aid oldu B, D, 3'e de aid oldu A, C. В итоге variant, hangi variant olur? C variantımız. Хорошо? Понятно? Mən A'nı götürmüşəm. Çünki sadistliyə, yəni əl tutmaq mənasında gedir də, düzdürmü? O da olabilir aslında ama daha uyğun variantımız C'dir. Yəni aslında belə baxanda 50% cavabı tapmışam, prosto şey qalmış. Biraz qarışdırmış. Da, поняла. Хорошо, 19'a baxaq. Nə yazmışıq 19'a? Mən Y yazmışam. Siz Y yazmışsınız. Düz yazmışam. Düz yazmışsınız. Да. Значит, выберите правильный вариант. Feildə diqqət yetirməli olduğumuz bir künyas var. İndiki zaman, keçmiş zaman məsələsi tək və yaxud da cəm. İndi gəlin oxuyun, aydın olmayanı izah eləyəcəm. Обычно в ресторане, в кафе садишься за стол. Официант приносит меню и принимает заказ. Хорошо. Deyir ki, adətən restoranda stol arxasına oturursan, официант menunu gətirir və zakazı qəbul edir. Sifarişi qəbul edir. В этот раз, как только мы сели за стол, прошедшее время, подошла официантка и сразу принесла салат. Biz oturduq və o gətirdi. Ona görə oldu keçmiş zaman. Официантка təkdə olduğuna görə D variantını sildim. A variantında birində приносил yazır, birində принимает, yəni ki, zaman uzlaşmaması var. B variantında приносила keçmiş zamanda davam eləyirdi proses niyəsə. Bir də orada yenə zaman uzlaşmaması var. Ona görə də məsələn C variantında подошла официантка, amma sözü seçmiş olsaydım принес kişi cinsinə aid. Ona görə o da səhv olardı. В итоге qalır variant Y düzgündür. İndi görürük 20-ci sualı. 20 вопрос. Ага. Все. İndi deyir ki, выберите правильный ответ. Правильный вариант. Nə götürmüsünüz variant olaraq? Чтобы. A variantı. Хорошо. Теперь, да. A variantı düzgün götürmüsünüz. Sadəcə mənim sizə izah etmək istədiyim bir balaca nüans var və sizdən də soruşmaq istəyirəm ki, bilirsiniz yoxsa bilmirsiniz. Gəlin öncə cümləmizi tərcümə edək. Deyir ki, был построен новый мост, чтобы можно было переправиться через реку. Deyir ki, yeni körpü tikilmişdi, çayın üzərindən keçə bilmək üçün. Хорошо, okey. Чтобы переправиться. 1. Чтобы-nın qardaşı kim idi? Yəni ki, sinonim olaraq nə istifadə edə bilirdim? Yox. Bir dəqiqə mənə, bir dəqiqə. Baxın görüm. Açın. Nə idi чтобы-nın sinonimi? Başqa nə istifadə edə bilərdim чтобы-nın yerinə? Yox. Нет, потому что ayrı dərslər var idi. Для того, чтобы, ikisi eyni şeydir və məqsəd bildirdiyimiz zaman istifadə olunur. Yaxşı. İndi sizə belə bir cümlə deyirəm. Deyirəm ki, yəni ki, tərcümə etməyə çalışın ki, buradakı чтобы ilə oradakı чтобы-nın fərqini bilək. Deyirəm ki, я хочу, чтобы она приехала. Tərcümə. Я хочу, чтобы она приехала.
o gəlsin. Mən istəyirəm ki, o gəlsin. Mən istəyirəm ki, hansı ki o gəlsin. Ay, hansı ki niyə? Onun gəlməyini istəyirəm. Mən istəyirəm ki, o gəlsin. Sözbəsöz tərcümə O edirəm. Bax. gəlsin. Onun gəlməyidir də. Yox, bir dənə deyənin. Bax, bir daha cümləni təkrarlayıram və sözbəsöz tərcümə edirəm. Я хочу, чтобы она приехала. Mən istəyirəm ki, o gəlsin. İndi siz mənə deyin görüm. Hardadır burada üçün? Niyə orada чтобы üçün deyə tərcümə olunmur bəs? Nədir buradakı üçün? Və yaxud oradakı чтобы necə tərcümə olundu? Hı? Məqsəd var idi. Bir dənə var idi. 2 dənə o idi. Əslində hə, amma bunun onunla bir adiyyəti yoxdur. Zaten sualına vermək cürəti burada gedir də. Zaten nə məqsədlə? Niyə? Yox, bax. Dayanın belə eləyək. Cümlə yazıram. Deyirəm ki, я хочу, niyə belə oldu? Чтобы вы приехали. Düzdür. Bax, burada da чтобы var. Bax, var чтобы. İkinci bir dənə də cümlə yazıram. Deyirəm ki, elə bayaq ki, мост построен, чтобы переправиться через реку. Переправиться через реку. Bir dənə də чтобы burada var. Правильно? Правильно. Все. İndi buranın fərqini izah edirəm. Agi, yadda saxlayın. 1. Чтобы-nın dostu var, qardaşı var. Это для того, чтобы. Для того, чтобы. 1. Bunu yadda saxlayın. İkisi də nə zaman istifadə olunur? Əgər cümlədə məqsəd varsa. Yəni, bir də ikinci olaraq siz zəhmət olmasa buradakı feillərə diqqət yetirin. Bax, feil burada da var. Feil burada da var. Bu feildə amma nə var? Agi. T məhki znak var. Yadda saxlayın. Чтобы və для того, что bunun üçün deyə tərcümə olunması üçün чтобы-dan sonra, для того, что bundan sonra feil məstər formasında, yəni T məhki znak formasında gəlməlidir. Ona görə bax burada cümlə belə tərcümə olunur. Мост построен для того, чтобы переправиться через реку. Körpü tikilib çaydan keçmək üçün. Görsən, Azərbaycanca tərcümə edəndə də məstər formasına tərcümə edirəm. Amma birincidə deyir, я хочу, чтобы вы приехали. Burada bu чтобы ki deyə tərcümə olunur. Bir dənə feilə də diqqət yetirin, hansı zamandadır? Прошедшее время. Прошедшее время. Keçmiş zaman. Yəni feil T məhki znak formasında olmalıdır ki, чтобы və для того, чтобы üçün deyə tərcümə edəsiniz. Yaxşı. Digər formatlarda ki deyə də tərcümə oluna bilər. Понятно? Понятно. Все. Ona görə 21-ci sualda чтобы ki deyə tərcümə, daha doğrusu üçün deyə tərcümə olunur və məqsəd bildirir. Yəni ki, məqsəd bildirə bilməsi üçün feil hansı formada olmalıdır? В начальной форме. Yəni ilkin formasında, məstər formasında, mag-mag formasında. Хорошо? Запомнили? Все. Bu qədər sadə.